hansı öndədir? Ailə qurmaq, yoxsa karyera? Vaxtilə indi zaman başqa olubdur. Vaxtilə birinci ailə qurmağı düşünürdülər. Yəni ondan qalan bütün işlər hamısı ikinci dərəcəli hesab olunurdu. Amma günümüzdə hal-hazırda birinci gənclərimiz istəyirlər karyera qursunlar. Hər belə deyək də rahatlıqlarını təmin eləsinlər, ondan sonra ailə qursunlar. Sevmək, yoxsa sevilmək? İnsan sevməsə də, sevilməsə də yaşaya bilməz. Can sağlığı, yoxsa var-dövlət? Can sağlığı çox önəmlidir. Var-dövlət, insanın canı ağrıyanda var-dövləti heç gözə görünmür və o var-dövlət heç nə eləyə bilmir sağlamlığa. Dostlar, yoxsa qohumlar? Dostların öz yeri var, doğmaların öz yeri var. Amma insan daha çox vaxtını doğmalarla keçirməlidir. Foto, yoxsa video? Mən fotoya çox üstünlük verirəm. Düzdür, son dövrlərdə videolar çox dəbdədir. Amma fotolara mən baxanda görürəm ki, foto həyatdır. Bir dənə fotoya baxanda sanki mən bir kitab oxuyuram.